maliyyə, karyera və şəxsi həyat sahələrində mühüm dəyişikliklərə işarə edir. Günəşin xərçəng bürcündə hərəkəti ilə emosional dərinlik, ailə bağları və şəxsi məqsədlərə fokuslanma ön plana çıxır. Planetlərin harmonik təsirləri isə bürclərə yeni fürsətlər və diqqət yetirilməli məqamlar gətirir. Xəbər zolağı az günlük horoskopu təqdim edir. Qoç bugün həm maliyyə, həm də şəxsi həyatlarınızda önəmli addımlar ata bilərsiniz. Oyun və pul qazanmaqla bağlı sürpriz imkanlar gündəmə gəlir. Buğa sevgi həyatınızda yeni sürpriz addımlar sizi gözləyir. Romantik həyat canlanır. Əkizlər ailə, dostluq və komanda işində uğurlu təsirlər altındadır. Əlaqələrdə harmoniya və güclü əməkdaşlıq fürsətləri var. Xərçəng iş sahəsində strateji planlamanız müvəffəqiyyət gətirəcək. Sevgi həyatında isə kral kimi hiss edəcəkləri bir dövr başlayır. Şirlər liderlik sahəsində yenidən güclənir. Keçmişlə bağlı məsələlərdə barış və yenidən dirçəliş enerjisi hakimdir. Qız sevgi sahəsində vacib qərarlar gündəmdədir və gizli maddi resursla üzə çıxa bilər. Tərəzi bürcü üçün köhnə iş əlaqələri təzələnə bilər. Karyerada yeni təkanlar gözlənilir. Əqrəblər münasibətlərdə daha yetkin davranır və hobilərini gəlir mənbəyinə çevirmə şansı əldə edə bilər. Oxatan akademik və yaradıcı sahələrdə uğur qazanmaq vaxtıdır. Yeni təhsil planları gündəmə gələ bilər. Oğlaqlar ev və ailə həyatında emosional dərinlik yaşayır. Romantik yaxınlaşmaların artacağını gözlənəndə dolçalar üçün əməkdaşlıq və münasibətlərdə doğru yanaşma müsbət nəticələr gətirəcək. Ünsiyyətdə diplomatiya vacibdir. Balıqlar romantik yüksəlişlər qaçınılmazdır. Yupiter və Saturn təsiri ilə sevgi və yaradıcılıq sahəsində uğur əldə etmək mümkündür.